səndən baxaq. Burada nəyə Ben, məchul olaraq baxacaqsan? ben bir gerçek hoşlanma bağlamışam yazımdan sonra. Məhsul olaraq Hı -hı. mən mötərizənin içərisindəki mötərizənin yanındakı o vurmaya baxacağıq. Xeyr, həmişə ən birinci böyük mötərizəmiz məchuldur. Mən nə deyim, ben mötərizənin içərisindəki mötərizəni eləməliyəm. Yox. Bax, buranı görürsən. Əgər 96 böldüsə, mötərizə varsa, böyük bir mötərizə varsa, sən ora bütünlüklə məchul kimi baxırsan. Başa düşdün? Bu sənin məchul bir ədədindir. İndi fikirləşirsən. Bunun yerində nə olmalıdır? Nə yazılmalıdır bura? Bunun yerində 96 bölünsün 32. Neçə olmalıdır? Olmalıdır mənə. 32'ye bölürük. Edilməm yenə 32. 96'ı 32'ye böləndə neçə eləyir? Necə bölürük? Mən birinci Bax, ilk rəqəminə bölürsən. mən eləyəcək 3. 3 görək 3 yaza bilirik yoxsa yox. 3 32'ye böləndə neçə eləyir? Bəli, 3 yaza bilirik. Bəli, deməli bu 3'ə bərabər olmalıdır. Gəlirsən aşağıda buranı 3'ə bərabər eləyirsən. 6x plus 2 vur 4 çıx 77 bərabərdir 3. Mötərizə açıldı. İndi bir də mötərizəni harda gördünüzsə məchul olaraq baxırsınız. Əgər 2 dənə mötərizə varsa böyük mötərizəyə məchul olaraq baxırsınız. Mən balon ilə eləmirəm. Mən bir şey qayda edirəm. Hə, sonra keçir indi mötərizəmizə. Burada mötərizə hansıdır? Mötərizə var. Bu mötərizədir, düzdür? Mötərizə bizim məchulumuzdur həmişə. Yanında vurma varsa, vurmaya da sən məchul deyəcəksən. Vurma və başqa əməl varsa. Başa düşdün? Deməli, mötərizə varsa, mötərizə həmişə məchuldur. Yanında vurma bölmə varsa, mötərizənin yanında, bu da məchuldur. Başqa bir hesab əməli varsa, bu zaman vurma ilə bir yerdə mötərizəni də məchul olaraq götürürsən. Sonra fikirləşirsən, bunun yerinə nə yazsaq, 77 çıxsa 3 eləyər. Aylin səsi var. Nə yazılmalıdır yerində? Mənə 70 üstə gəlir 77. Neçə eləyəcək? Eləyəcək mənə 81. 80. Deməli, bunun yerində 80 yazılmalıdır, düzdür? İndi gəlsən aşağıda bunu 80'ə bərabər eləyirsən. 6x plus 2 bərabərdir 80. Burada sənin məchulun hansıdır? Mənim məchulum 80. Məchulun hansıdır? Məchulum mənim burada 4'dür. 4 məchul deyil, axı bilinən nədir? Yo 6x. Mötərizə varsa, mötərizə məchuldur fərə. Mötərizəmizə biz məchul olaraq baxırıq. Dedim ya mən 6x üstə gəl 2. Sən tək 6x dedin. 6x plus 2 mötərizə bütövlükdə məchul sayılır. İndi yerində nə yazılmalıdır? Neçə yazılmalıdır? Yerində mən 80 bölünsün 4. 84. Yəni Yəni mən 10 40. 80'i 4'e böləndə neçə eləyir? 80'i 4'e böləndə 8'i 4'e böləndə 20. Aha, deməli burada 20 yazılmalıdır. Aşağıda gəlirsən 6x plus 2'ni 20'ye bərabər eləyirsən. İndi burada məchulun neçədir? Burada məchulum mənim 6x. 6x. Deməli 6x'ə məchul kimi baxırsan. Yəni yerində nə yazılmalıdır? Üstünə 2 gələndə 20 eləsin. Mən onda 20'dən çıxacaq 2. Yəni 18. Gəlirsən 6x bərabər 18 olmalı. 6x bərabərdir 18 yazırsan burada. Sonra? Sonra isə mənə x bərabərdir mənə 18 bölünsün 6 yəni 3. Başa düşdün? Ayrıca gedə bilərəm. Başa düşdün bunu? Bəli.